İslam İnqilabının yeni seçilmiş rəhbəri Ayətullah Seyyid Müştəba Xameneyi kimdir? Əslən Təbrizlidir. 1969-cu ildə Məşhəddə dünyaya göz açıb. Dini təhsilini Qum Elmiyyə Hövzəsində alıb. Müştəhid məqamına yetişib. Və bugün də haradasa 60-70 müştəhid onun İslam İnqilabının rəhbəri olmasına səs veriblər. Atası, anası, həyat yoldaşı, bacısı, övladını son müharibədə itirib. Onlar şəhadət məqamına çatıblar zalimlər tərəfindən. 17 yaşında Səddamla, Amerika ilə mübarizədə, müharibədə gedib cəbhədə vuruşub. Və 4 əməliyyatda atası ilə bərabər iştirak edib. Arxa cəbhədədir, ön cəbhədə vuruşub. Qum Elmiyyə Hövzəsində dərs xaric verib. Yəni, müştəhidlik məqamına hər kəs yetişirsə, o elmi yaymaq üçün, bölmək üçün və o şəxslər ki, bilsinlər ki, bu müştəhiddir və o elmi qazanıb dərs verirlər. Haradasa 20 ilə yaxın dərsi xaric verir. Təqvası, imanı, ixlası, savadı, elmi, siyasəti ilə seçilir və bu məqama ən layiqli şəxsdir. Allah İslam inqilabını qalib, zalimları isə məhv etsin inşallah.